Bəs niyə bu parad Qəbələdə oldu? Bəs keçən il Qubada oldu? Çünki artıq İdman paytaxtı. yeni bir ənənə başlayıb və bu məhz idman paytaxtı bağlıdır. Keçən il misal üçün Qubada idman paytaxtı oldu və Qubada həmin il ərzində 75 tədbir təşkil oldu, böyük idman tədbirləri təşkil Biz olundu. işıqlandırmaq üçün iştirak edirdik. Belə hamısı yadımızdadır. Bəli, və orada bildiyiniz kimi həm idman paradı təşkil olundu və maraqlı məqam odur ki, bizim əsas bu tədbirlərin təşkilində əsas məqsədlərdən biri odur ki, idmana olan marağı artırmaq və insanların daha sağlam həyat tərzinə onları təşviq etməkdir. Və nəticə olaraq hesablama göstərdi ki, deməli ilin sonunda, yəni ilin əvvəli ilə müqayisədə idmanla məşğul olanların məhz Quba üzrə 26% artmışdır. Yəni bu bizim üçün çox gözəl göstəricidir. Doğrudan da görsənir ki, həmin o təbliğat, həmin o işlər öz nəticəsini real rəqəmlarda göstərir.